Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu videoda mən harmonik rəqslər, harmonik rəqslərin rəqsstənliyi mövzusunun izahını verəcəm. Əziz izləyicilər, yeni video dərslərdən xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olun və bildirişləri aktiv etməyi unutmayın. Əvvəlcə başlayaq görək harmoniya nədir, harmonik rəqslər nədir, nə olan bir şeydir, onu deyək. Harmoniya Yunan mənşəli söz olub. Mənası uyumlaşma, ardıcıllıq deməkdir. Yəni, rəqs edən cismin bütün rəqsi boyunca, yəni hərəkəti boyunca bir-birini ardıcıl olaraq izləyirsə, yəni hərəkətlər bir-birini ardıcıl olaraq izləyirsə, belə rəqslərə biz nə deyirik? Harmonik rəqsləri. Harmonik rəqsləri tərif olaraq belə deyə bilərik. Yerdəyişmə ilə düz mütənasib asılı olub və yerdəyişmənin əksi istiqamətlə yönələn qüvvələrin hesabına baş verən rəqslərə harmonik rəqslər deyilir. Harmonik rəqsi xarakterizə edən fiziki cəmiyyətlər sinus və ya kosinus qanunu ilə dəyişir. Bəs bu fiziki cəmiyyətlər hansılardır? Gəlin onları bir-bir yazaq. Birinci fiziki cəmiyyətimiz rəqs edən cismin yerdəyişməsi və yaxud da koordinatı da deyilir. İkinci fiziki cəmiyyətimiz rəqs edən cismin hərəkət sürəti və yaxud da rəqsin sürəti də deyilir. Üçüncü fiziki cəmiyyətimiz rəqs edən cismin impulsu. Dördüncü fiziki cəmiyyətimiz rəqs edən cismin aldığı təcil, yəni A hərfi ilə işarə olunur. Beşinci fiziki cəmiyyətimiz rəqs edən cismə təsir edən qüvvə, F hərfi ilə işarə olunur. Altıncı fiziki cəmiyyətimiz deməli, rəqs edən cismin kinetik enerjisi və rəqs edən cismin potensial enerjisi. Deməli, bu 7 fiziki cəmiyyətin hərəkəti sinus və ya kosinus qanunu ilə dəyişir. Məsələn, bizə desələr ki, mexaniki rəqslər xarakterizə edən fiziki cəmiyyətlərimiz var idi. Periodu idi, tezliyi idi, dövrü tezliyi idi, amplitudu idi. Bunlar sinus və ya kosinus qanunu ilə dəyişir? Xeyr, onlar sinus və ya kosinus qanunu ilə dəyişmir. Ancaq və ancaq hərəkəti kosinus və ya sinus qanunu ilə dəyişə bilən fiziki cəmiyyətlər rəqsin yerdəyişməsi və ya koordinatı, sürəti, impulsu, təcili, rəqs edən cismə təsir edən qüvvə, kinetik enerji və potensial enerjidir. Doğrudur, biz bu gün danışacağımız ancaq rəqs edən cismin koordinatı və ya yerdəyişməsi olacaq. Digər fiziki cəmiyyətlər haqqında isə irəliləyən dərslərimizdə, yəni video izahlarımızda bunun haqqında danışacağıq. Gəlin birinci başlayaq harmonik rəqs edən cismin rəqsstənliyi. Harmonik rəqs edən cismin rəqsstənliyi biraz öncə nə dedik? Sinus və ya kosinus qanunu ilə dəyişir. Onda mən x bərabərdir xm sinus omega t deyə bilərəm və ya x bərabərdir xm kosinus omega t kimi ifadə eləyə bilərik. Bəs burada fi sıfırı neynədir? Fi sıfırı biz sıfır qəbul eləmişik. Yadınıza gəlirsə bunun ifadəsi, yəni son fazanın düsturu fi bərabər fi sıfır plus omega t'dir. Burada fi sıfır başlanğıc faza, fi isə son fazadır. Normalda biraz önce yazdığımız x bərabər xm sinus omega t və x bərabər xm kosinus omega t'nin ifadəsi başlanğıc halda belə olmalıdır. X bərabər xm sinus fi və ya x bərabərdir xm kosinus fi kimi yazılmalıdır. İndi burada biz başlanğıc fazaları sıfır qəbul edirik, elə birbaşa kosinus omega t və yaxud da sinus omega t kimi ifadə etdik. Bəs bizdən soruşsalar ki, sinus qanunu ilə dəyişirsə, onun əyrisi necə olacaq? Onun əyrisi sinusoid əyrisidir. Necə dedik biraz öncə? Sinusoid əyrisi olacaq. Bəs kosinus qanunu ilə dəyişirsə, hansı əyri olacaq? Kosinusoid əyrisi olacaq. Biz sinusoid əyrisi və kosinusoid əyrisindən artıq riyaziyyat fənnindən tanışıq. Riyaziyyat fənnindən tanış olduğumuza görə artıq burada da rahat işimizi görə bilərik. Deyək ki, bura 0 olsun, bura x olsun, burada nə deyək? T olsun. Yəni, asıllıq qrafikini biz qurmaq üçün bu ifadələri mütləq qeyd eləməliyik. Buradan bir kopya çıxaraq, deyək ki, burada yerləşdirək. Birinci başlayaq sinus qanunu ilə dəyişən hala. Sinus qanunu ilə dəyişirsə, bizim qrafikimiz bizə məlumdur ki, bu formada
bir qrafik olacaq. Baxırıq. Bu formada bir qrafik oldu. Bəs kosinus qanunu ilə dəyişirsə, həmin qrafik necə olur? Kosinus qanunu ilə dəyişirsə, bizim qrafikimiz bu formada bir qrafik olacaq. Baxırıq. Bu formada bir qrafik oldu. Yaxşı, biz qrafikləri qurduq. Bəs qrafikin bu təpə nöqtəsi hansı fiziki cəmiyyətə uyğundur? Əlbəttə, bu təpə nöqtəsi XM deyəcəyik, yəni amplituda uyğundur. Burada təpə nöqtəsinə isə mənfi XM deyəcəyik. Bu da elə əks istiqamətdə amplituda uyğundur. Bura XM, burada nə deyəcəyik? Mənfi XM deyə bilərik. Əziz izləyicilər, bizə məlumdur ki, harmonik rəqslər özü də iki yerə bölünür. Sönən rəqslər, bir də nədir? Sönməyən rəqslər. Bəs bizə desələr ki, sönən rəqslər nədir? Harmonik rəqs edən cismin amplitudu zaman keçdikcə azalırsa, belə rəqslərə biz sönən rəqslər deyəcəyik. Amma amplitudu zaman keçdikcə dəyişmirsə, sabit qalırsa, belə rəqslərə biz sönməyən rəqslər deyə bilərik. Gəlin, sönən rəqslər üçün nə deyə bilərik? Gəlin, sönən rəqslər üçün bir qrafik quraq. Sönən rəqslərdə amplitud zaman keçdikcə nə edəcək? Azalacaq. Baxın, bunun üzərinə bir də gedək belə. Biraz öncə nə dedik? Sönən rəqslərdə amplitud zaman keçdikcə azalır. Baxırıq. Deyək ki, x-in nədən asıllığı? T-dən asılır. Bizim qrafikimizin forması, baxır. Qrafikimizin forması, bax bu formada bir qrafik olacaq. Amplitud getdikcə nədir? Azalır. Demək, sönən rəqslərdə rəqs edən cismin amplitudu zaman keçdikcə azalacaq. Bəs periodu, tezliyi, dövrü tezliyi necə dəyişir? Sönən rəqslərin periodunda, tezliyində və dövrü tezliyində heç bir dəyişiklik olmur. Ancaq və ancaq amplitudu dəyişir, bir də tam mexaniki enerjisi dəyişir. Bəs tam mexaniki enerjisi nəyin hesabına dəyişir? Əlbəttə ki, tam mexaniki enerjisinin dəyişməsi mütləq və mütləq sönən rəqslərdə hərəkətin əksinə yönələn havanın müqavimət qüvvəsi və ya sürtünmə qüvvəsinin hesabına dəyişəcək. Burada mexaniki enerjinin bir hissəsi daxili enerjiyə çevrilir. Mexaniki enerji azaldığına görə rəqslər zaman keçdikcə başlayır nə etməyə? Amplitudu azalmağa. Belə rəqslərə biz sönən rəqslər deyilir. Amma sönməyən rəqslərdə isə amplitudda heç bir dəyişiklik baş vermir. Məsələn, burada x-in t-dən asılılıq qrafikində amplitudda heç bir dəyişiklik baş vermədi. Deməli, bu rəqslərə biz nə deyirik? Sönməyən rəqslər deyirik. Əziz izləyicilər, bu video dərsin də sonuna çatdıq. Növbəti video izahlarda görüşmək ümidi ilə sağ olun, özünüzdən müğayət olun.